Mayın 27-sində Ağcabədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 28 may Müstəqillik günü münasibətilə tədbir keçirilib. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin yay zalında baş tutan tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının, habelə idarə müəssisə təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbi hissə komandirləri, bir qrup əskərlər, habelə rayon ictimaiyyəti iştirak edib. Tədbirin moderatoru Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Ruhin Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məruza ilə çıxış edən Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quliyev qeyd edib ki, 28 may Müstəqillik günü şanlı səhifəmizə qızıl hərflərlə həkk olunmuş hər bir Azərbaycanlının qürur tarixidir. Bu əlamətdar gündə Azərbaycanın azadlıqsevər, tərəqqipərvər və millətsevər insanları müstəqillik elan ediblər. Belə ki, Azərbaycan xalqı müsəlman və şərq aləmində ilk demokratik respublikanın yaradılmasına nail oldu. Bu gün də bu şanlı tarixin qeyd edilməsi Azərbaycan vətəndaşlarının öz şərəfli keçmişinə olan dərin hörmətinin təzahürüdür. Ağcabədi rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, Daxili Qoşunların Ensaylı hərbi hissəsinin komandiri Mayor Nurlan Məmmədov, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim terapevti Pərvin Mirzəyeva, Vətən müharibəsi iştirakçısı 3-cü dərəcəli Əlil Cavid Allahverdiyev məruzə ətrafında çıxış edərək qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları həmin vaxt ölkəmiz, xalqımız üçün böyük işlər görüblər. Onların gördüyü işlər və bu insanların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır. Natiqlər xüsusi fəxr hissi ilə onu da vurğulayıblar ki, bugün bütün Azərbaycan azaddır. Dövlət bayrağımız indi vətənimizin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş müqəddəs Dədibaba Qarabağ torpaqlarımızda dalğalanır. Təxminən 1 saat davam edən 28 may Müstəqillik gününə həsr olunmuş ümumrayon tədbiri bu çıxışlarla da yekunlaşıb. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası.